Azərbaycanın dünya miqyasında mövqeyi güclənməkdə davam edir. Sözsüz ki, bunu şərtləndirən səbəblər var. Bir dövlət olaraq ölkəmiz etibarlı tərəfdaş olduğunu əməlləri ilə isbatlayıb və bu etimadı qazanıb. Bu təkcə dövlətlər arası münasibətlərdə deyil, təşkilatlar arası əlaqələrdə də özünü biruzə verir. Azərbaycanın xarici siyasətində mərkəzi və şərqi Avropa ölkələri ilə münasibətlər mühüm yer tutur. Bu baxımdan Macarıstanla əlaqələr xüsusi önəmə sahibdir. Bu ölkə ilə əməkdaşlıq imkanları özü də təkcə siyasi və iqtisadi sahələrlə məhdudlaşmır. Həm də enerji, təhlükəsizlik və regional əməkdaşlıq sahələrini də əhatə edir. O da faktdır ki, Avropa İttifaqının üzvü olan Macarıstan Azərbaycanın Avropa ilə əlaqələrinin inkişafında mühüm rol oynayır. Prezident İlham Əliyevin bu ölkəyə işgüzar səfəri də qarşılıqlı əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir. Dövlət başçısının burada apardığı müzakirələr, keçirdiyi görüşlərin bu əlaqələrə yeni nəfəs verəcəyi də bir mənalıdır. Görüş çərçivəsində verilən mesajlar, səslənən bəyanatlar Azərbaycanın bir dövlət olaraq sülh niyyətli olmasının isbatıdır ki, bu isə ölkəmizin nüfuzunun daha da artması baxımından xüsusi əhəmiyyət kəsb edir. Sülh müqaviləsinin mətninin də müəllifi də biz olmuşuq və məhz bu mətn bugün Ermənistan tərəfindən qəbul edilib. Təbii ki, müəyyən düzəlişlərlə, amma prinsip etibarilə bizim təklif etdiyimiz məsələ bugün artıq Ermənistan tərəfindən qəbul edilib. Qaldı ki, sülh müqaviləsinin bağlanmasına burada iki əsas şərt var. Birinci, Ermənistan konstitusiyasında bugünə qədər Azərbaycana qarşı ərazi iddiası vardır. Bu dəyişdirilməlidir. İkincisi isə Qarabağ münaqişəsini həll etmək üçün yaradılmış ATƏT-in Minsk qrupu ləğv edilməlidir. İki dövlət arasında artıq 30 ildən çoxdur ki, diplomatik münasibətlər mövcuddur və son 10 ildə iki dövlət arasında münasibətlər növbəti bir mərhələsinə qədəm qoyub. 2014-cü ildə strateji tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb və geniş strateji tərəfdaşlıq haqqında birgə bəyannamə 2023-cü ildə imzalandı və bu bəyannamədə əlbəttə müxtəlif sahələrdə iki dövlət arasında münasibətlərin genişləndirilməsini nəzərdə tutur. İstər iki tərəfli, istərsə Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycanın tutduğu mövqe, aparılan uğurlu siyasət ölkəmizi təkcə Cənubi Qafqazın deyil, ümumilikdə dünyanın etibar və etimad etdiyi ölkəyə çevirib deyə təhlilçilər qeyd edirlər. Bəturiyə Nəbiyeva, Bəkir Həşimov, Space.